Deməli, bugün Laosu tərk edirik. Başqa bir ölkəyə, başqa bir şəhərə keçirik. Hara? Taylanda. Paytaxt Bangkok şəhərinə. Hal-hazırda Laosun dəmir yolu stansiyasındayam. Qatarın içi, yəni qatar 3 sinifdən ibarət. Biri oturduğumuz yer, sonra isə digər açıq plaskartda. So, is there any restaurant here? No restaurant. Qatarda restoran yoxdur. Stansiyada dayanıb nəsə yeməyə çalışacağıq. Okay, and one more order. 45. Thank you. Böyle Bangkok dəmir yolu vağzalındayıq. Gəlib çatmışıq. Bəli, Bangkokda yerləşmişik. Bu bizim qaldığımız oteldir. Belə twin room. Düşək aşağı. Qaldığımız yer belədir uşaqlar. Aşağıda hovuzu da var. Gördüyünüz kimi. Trank Hotel Bangkok ve yola açılır. Şəhərə çıxmışıq. Bugün sizlərlə bir yerdə Bangkoku görəcəyik. Biz o birisi tərəfə keçməliyik. Çay keçmək üçün bilet alacağıq. Okay. 25 qəpiyə buradan çayı keçəcəyik Batarına tərəf. Bəli, 5 Batar. Digər tərəflərdən körpülər var, ancaq çox uzaqdır. Belə bir feribot gəldi. Boşalsın, biz minəcəyik. Dəhşət hava istidir. Gün adamı yandırır. Vatarını görmək üçün çayı keçməliyik. Bəli, bu möhtəşəm belə tikili məbəd çayın bu tərəfində bizi gözləyir. Giriş 200 bahtdır. Hardasa 10 manat pul eləyir. Şəhərdə 2 əsas məbəd var, hansı ki Wat Arun və Wat Pa. Wat Pa o məbəddə ki, hansı ki Budda uzanıb həmin məbəddir. Bu isə belə sadəcə görünüşü ilə, tikilişi ilə göz oxşayan belə bir yerdir. Burada da Çində olduğu kimi belə milli geyimdə şəkil çəkdirən insanlar çoxdur. Bu hissələrdə ətrafında belə gəzmək olar. Həqiqətən çox maraqlı tərzdə tikilir. Üstlərində gül, yarpaq. İşləmə çoxdur. Yuxarı qalxmağa icazə yoxdur. Təhlükəli.
Çox gözəldir, çox. Acho que na por la gente. Yəni burada müxtəlif yerlərdən durub şəkil çəkə bilərsiniz. Sadəcə görüntü almaq çox çətindir. Belə. Çox fərqli memarlıqla tikilib. Hal-hazırda Maharat küçəsi deyilən yerə gəlmişik. Bu gördüyünüz uşaqlar Vatpa məbədidir. Burada həyat axşam saat 6-dan sonra başlayır. Yəni cəmaət işdən qayıdandan sonra. Coconut? Yeah, you want cold? Yeah, cold. Okay. 2 manat yarım harda satılır. Burada da yəni tuk-tuk taksiləri məşhurdur. La. Thank you. Şəhərdə Böyük Saray deyilən yer var. Çox turistik bir yerdir. Böyük Saray Siam krallarının saray evidir. Yəni Siam əvvəlki Taylandın adı olub. Şəhərin uşaqları ən gözəl küçəsinə gəlmiş. Kason küçəsi. Sigaret çəkmən adam düşmüşəm tüstüyə. Burada görürsünüz, hamısı oturub. Vəziyyət olduqca bərbad. I can't it. Amsterdam'da olanda Hollanda'da belə bir tüstüyə orta düşmüşdüm. Başım hərləndi. Thank you. What's this? Biraz meselesi burada məşhurdur. Hello. Tayland gəlməmişdən öncə yəni canlandırdığım kimidir. Axşam oldu, insanlar vəbşi yatmır. Əsas da bu küçə Kaosan küçəsi. Hello. Money çəkəndə belə pul istəyirlər uşaqlar, yəni. Çox belə maraqlı bir vəziyyətdir. Burada da 10. Bizim yeməklər üçün laf darıxdır. We start 1,500 baht. 1,000? 500. It's our business card. Okay. We do traditional bamboo and Thank you guys. Belə 1500 batdan başlayır. Burada hardasa 80 manata. Zövqünüzə oxşar uşaqlar, zövqünüzə uyğun. Belə tatlılar var. Tayland burada adi haldır. Belə şeylər görmək.
Bəli, 10 bat yenə timsahı çəkmək üçün 10 bat istəyir. Konkret başları xarab olub. Biraz səsdən arılaşaq, başım şişdi təmiz. Səssiz yerə gəlmiş. Sir, what's this? Chicken noodle tumcum, what's this? very good. Nə satırsan ay xala? Nədir bunlar? 150? Yeah, beautiful. Ha? Yeah, beautiful. Okay. Yeah, 150. Ah, 150. Ah, sorry. Okay, sorry. Yeah, dollar. Konser xaladır. Doğrudan yeməkləri çox dadlıdır. Yeah. Pineapples. Yeah, thank you. Thank you. Özümüzə gəldik. Həqiqətən qida vacib. Enerjin tükənir. Bərp eləmək üçün nəsə yeməlisən. Bangkok həqiqətən möhtəşəmdir.